İran Air sərnişin təyyarəsi vuruldu, hansı ki, Tehran-İran Airə məxsus sərnişin təyyarəsinin Port şəhəri Buşeyt aeroportuna endirilən zərbə nəticəsində zərər görməsi ilə bağlı görüntülər yayımlanıb. İran mediası və hakimiyyətə yaxın olan kanallar zərbənin təyyarəyə dəyən təsirini əks etdirən kadrları ictimaiyyətə təqdim eləyiblər. İran xəbər mənbələri qeyd edir ki, hücum zamanı aerodromda dayanan sərnişin təyyarəsi zərər alıb, lakin videoda da deməli təqdim olunur ki, partlayış və tüstü buludları ətraf ərazilərdə müşahidə olunur. Buşehir liman şəhərinin aeroportuna endirilən zərbələr regional qarşıdurmanın fonunda baş verir və bu sivil aviasiya obyektlərinin deməli təsirə məruz qalması barədə narahatlıqları artırır. Hücumların nəticələri və yaralanan və ya həlak olan şəxslər barədə hələlik ki, heç bir rəsmi açıqlama yoxdur. Daha bir son dəqiqə məlumatı diqqətinizə çatdırıram. Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş eləyib, hansı ki, Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Lənkərana eniş eləyib. Bu barədə TASS məlumat yayıb. Azərbaycanla sərhəd keçid məntəqəsi ilə İranı tərk etmiş Rusiya vətəndaşları xüsusi reyslərlə ölkələrinə aparılacaqlar. Bilirsiniz ki, bizim cənub bölgəsi İranla sərhəddir və oradan da insanların təxliyə olunması ümumiyyətlə Azərbaycan quru sərhədi vasitəsilə, İran-Azərbaycan quru sərhədi vasitəsilə bir çox ölkənin vətəndaşları Azərbaycana təxliyə olundular. Ondan sonra isə öz ölkələrinə yola salınacaqlar. Növbəti mərhələdə də Ruslar öz vətəndaşlarını Azərbaycandan aparmaq üçün təyyarələrini deməli bizim cənub bölgəsində aeroporta endiriblər. Daha hansı xəbərlər var? İsrail Tehrana yaxın gizli nüvə obyektini məhv eləyib. Belə ki, İsrailin hərbi hava qüvvələri Tehranın kənarında yerləşən gizli nüvə obyektini məhv edib. Marşa TASS xəbər verir ki, İsrail müdafiə qüvvələri bu barədə məlumat yayıb. Məlumata görə qismən yeraltı olan və Minzadeh adlanan obyektdə bir qrup nüvə